ABŞ prezidenti Donald Trampın yaxın şərq üzrə xüsusi nümayəndəsi, ən yaxın çevrəsinə daxil olan Steve Witkoffun Bakıya qəfil səfəri Ermənistana verilən bir siqnaldır. Today Press xəbər verir ki, politoloq Ramiz Yunus bunu öz Facebook hesabında yazıb. O bildirib ki, Bakıda keçirilən 12-ci Qlobal Bakı forumunda Azərbaycan prezidenti İlham Əliyevin həm Ermənistana, həm də Amerikanın keçmiş prezidenti Joseph Biden və ABŞ dövlət katibi Antony Blinkenin timsalında əvvəlki pro-erməni administrasiyaya qarşı sərt çıxışı isə Uitkofun səfəri ərəfəsində dünyadakı bütün erməni mərkəzli himayədarlara ünvanlanmış mesajdır. Stat: Azərbaycanın regionda oynadığı mühüm geosiyasi rolu, rəsmi Bakının Türkiyə və İsraillə strateji münasibətlərini nəzərə alsaq, gündəlikdə Azərbaycanın İbrahim sazişinə qoşulması məsələsi dayanır. Bu, Trampın yaxın şərq siyasətində əsas prioritetlərdən biridir. Statın sonu. Ekspert Uitkofun Bakıya səfəri ərəfəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün maddələrinin yekun razılaşdırılması barədə rəsmi açıqlamanın verilməsini diqqət çəkən məqam adlandırıb. Onun sözlərinə görə, böyük siyasətdə, xüsusilə də hazırki qlobal və regional qeyri-sabitlik şəraitində təsadüflər olmur. Düşünürəm ki, özünü tarixin sülhməramlı lideri kimi görmək və Nobel sülh mükafatını qazanmaq istəyən ABŞ prezidenti Donald Trampın arzusu getdikcə daha real görünür. Alman filosofu Friedrich Nietzsche'nin dediyi kimi, qaliblər təsadüfə inanmır, deyə Ramiz Yunus fikrini sonlandırıb. Qiymət Mahir Namiq Abbasov, Today Press.